mənəvi saflaşma, həm də orqanizmin yenilənməsi üçün xüsusi bir fürsətdir. Bu dövrdə düzgün və balanslı qidalanma yalnız orucun faydasını artırmır. Eyni zamanda gün ərzində enerjinin qorunmasına, həzm sisteminin yüklənməməsinə və ümumi sağlamlığın möhkəmlənməsinə kömək edir. Planlı qida və su qəbulu sayəsində müqəddəs ayı daha rahat, sağlam və səmərəli şəkildə keçirmək mümkündür. Oruç tutarkən diqqət etməli olduğumuz məqamlar haqqında Refresh qrupun icraçı direktoru, qida mütəxəssisi Seymur Qafarov missiyaza danışıb. İnsanlar oruç tutub həm təqvalarını artırmaq, həm də bu periodik qidalanmanın vermiş olduğu orqanizmə faydalarından istifadə edəcəklər və bu onların orqanizmi həyat tərzi üçün olduqca əlverişli bir seçimdir. Bəli, periodlu şəkildə qidalanma orqanizmin balanslaşdırılmasına, eyni zamanda həzm sisteminin düşən yükün azaldılmasına səbəb olur. Bunun bir başqa cür tətbiqləri isə diyetoloji proqramlarda öz əksini tapmaqdadır. Lakin qida təhlükəsizliyi nöqteyi nəzərdən və qidalanma rasionlarının keyfiyyəti nöqteyi nəzərdən bir sıra vacib məqamlar var, hansı ki bu günlərdə onlara riayət olunmalıdır. Seymur Qafarovun sözlərinə görə sahur zamanı həddindən artıq yeməkdən çəkinmək vacibdir. Çünki mədə bağırsaqda narahatlıq və köp yarana bilər. Sahurda bol sulu tərəvəzlər və maye içkilər qəbul etmək orqanizmin su tələbatını qarşılamağa kömək edir. İftarda isə yeməyə birbaşa tam yüklü şəkildə başlamaq əvəzinə ilk öncə şorba ilə orqanizmi hazırlamaq, sonra isə ana yeməklərə keçmək məsləhətlidir. Ana yeməklərdə qırmızı ət və həftə ərzində balıq ətindən də istifadə olunsun. Tərəvəz yönümlü və dənli bitkilər yönümlü qarinlərdən həddindən çox düyü yeyilməsi şişkinlik, ağırlıq yarada bilər, qismən qəbul olunmalıdır. Karbohidrat yönümlü qidalar onu bitdikdən sonra mütləq miqdarla, təbii ki, miqdarla və aralıqla desert və meyvə qəbul oluna bilər. Bunun xaricində birbaşa yeməyin üzərindən su deyil, iftar açmaq üçün su istifadə olunmalı və bol su içildikdən sonra yuxu fasiləsi verilməlidir ki, ağırlıq yaranmasın. Qarışıq ingredient tərkibli qidaların bol yeyilməsi insanda zəhərlənmə halını ərsəyə gətirə bilər, diare halını ərsəyə gətirə bilər, qusma halları yarana bilər. Ona görə bunlar hamısı tədricən qəbul olunmalıdır. Beləliklə Ramazan ayını sağlam və rahat keçirmək üçün həm qidalanmaya, həm də qida təhlükəsizliyinə diqqət göstərmək, orqanizmin balansını qorumağa və oruc dövrünü daha faydalı keçirməyə imkan verəcəkdir deyə Seymur Qafarov əlavə edib. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.